Salamlar, mən sizə bu gün öyrədəcəm ki, VX-ni, təzə VX necə qoşulur. Təzə VX ban yoxdur və içində hər şey var, nə istəsiniz var. Deməli VX-ni qoşmaq üçün bizə nə lazım olacaq? Burada 3 dənə proqram. Frost hacıq, injektor DLL və DHD hacıq, yəni ki, VX hacıq. Əgər mənim apxotumu qoşubsuzsa, alınacaq bu çit. Qoşmayıbsa alınmayacaq. Deməli, daxil olub birinci Frost hacıqa və aşağı baxırıq. Burada işarə görsənəcək. İşarə görsəndi və artı bir 5-6 saniyə gözləyirik ki, işə düşsün bu. Aha, işə düşdü. Sonra daxil oluruq DLL injektora. DLL injektora. Aha, daxil olduq və biz burada axtarırıq Point Blank EX. Point Blank EX gördüyünüz kimi bax burada Point Blank EX üstünə bir dəfə basırıq, plus eləyirik və burada DHD hacıqı seçirik, upgrade eləyirik, quş qoyuruq, inject eləyirik və oyunda klaviaturanızda home düyməsi var, onu basırıq. Gördüyünüz kimi VX işə düşdü. Belə VX var, cürbəcür var. İndi mən bir-bir göstərmək istəmirəm sizə, özünüz yoxlayarsınız. Rəhli VX var, cürbəcür VX-lər var, hər şey var burada. Bu günlük bu qədər. Sağ olun. Arda olacaq.